Salam əziz traderlar, təlim videosuna bir daha xoş gəlmisiniz. Bu videoda sizə uşaqlar ticarət sayəsində qorxu ilə yanaşmaq düzgün deyil. Onu izah edəcəm. Deməli uşaqlar biz ticarət sayəsində əgərləri strategiyamızı güvəniriksə, texniki analizlərimizə güvəniriksə, əlbəttə ki bu təcrübəli traderlara aiddir. Təcrübəsi olmayan traderlar isə YouTube'dakı videolarımıza baxıb faydalana bilər və Akademiya əməliyyat qrupu və əlavə olaraq chat qrupumuz mövcuddur. Hansı ki, inşallah siz bura keçib təcrübə toplayıb və uğur əldə edə bilərsiniz. Və akademiyamızda inşallah ödənişsizdir. Hal-hazırdakı akademiyamız Telegram üzərindədir və minimal depozit edirsən, səni akademiyaya əlavə edirik. Və nəzərinizə çatdırıram ki, yaxın bu ay içərisində sayt üzərində olan, sıfırdan olan akademiyamız olacaq və hər birinizi də orada görmək istəyirik. Və ən gözəl xəbər də uşaqlar, akademiyamız bir daha yenə pulsuz olacaq. Bu səfər isə edilən depozit tamam fərqli olacaq və həmin depozit hissəsinin öz balansında qalır və həmin balansla isə uşaqlar bizim akademiyaya qoşularaq əməliyyat qrupumuzdan istifadə edərək həmin balansı yüksəldib və daha çox təcrübə toplayacaqsınız. Keçək uşaqlar, biz ticarət sayəsində qrafik analiz edərkən biz qrafik analizlərimizi güvənirik və uğurlu ola bilmirik. Səbəb nədir? Çünki biz gözləyirik. Deyək ki, belə bir zona təyin etmişik özümüzə. Həmin bu zonadan biz təyinat etmişik ki, belə bir qırılma zonası var və biz bu qırılma zonasından əməliyyat açmalıyıq. Amma biz nə edirik? Biz bu qırılma zonasından əməliyyat açmırıq. Səbəb nədir? Səbəb isə bizdə qorxu hissinin çoxluğudur və bu qorxu hissi ilə biz həqiqətən də əməliyyat açıb uğur qazana bilmərik. Çünki biz gözləyirik. Belə bir situasiya görəndə hansı ki bilirik ki, belə bir qırılmadan sonra geri dönüş və aşağı doğru belə bir əməliyyatımız icra olunacaq, amma bu biz əməliyyata keçid etmirik. Bu da bizim ticarət sahəsinin qorxu ilə yanaşdığımızı bildirir və bu qorxu ilə ticarət edən heç bir kəs bu ticarət sayəsində uğurlu olmayacaq təəssüf ki, ona görə bunu düzgün şəkildə yaralandırmaq lazımdır və əməliyyata doğru və düzgün şəkildə giriş etməyə lazımdır. Yəni buradan sən risk etməsən, buradan qazana bilməzsən. Ona görə çoxumuz belə edirik. Analizlərimizi edirik, 2-3 analiz edirik, okey, analizlərimiz tutur, amma əməliyyata girmirik. 4-cü, 5-ci əməliyyata özümüz giriş etmək istəyirik və əməliyyatımız uğursuz olur. Buna səbəb nədir? Çünki sənin beynin yüklənir, sən analizləri edirsən, analizləri edərkən sən burada yüklənirsən, təzyiq altına keçirsən, çünki burada sənin enerjin gedir, sənin zamanın gedir və bu zaman dəyərlidir. Əgərlər sən qrafikaya güvənirsən, analizə güvənirsənsə, texniki analiz sənə göstərirsə, mən yönümü belirləmişəm və ona uyğun tələsmədən rahat şəkildə əməliyyatı açırsan, gözləyirsən. Yəni qrafikaya yaxınlaşdın, 4-5 əməliyyat analiz elədim, tutursa təzədən əməliyyat açım, girim yox. Sən əgərləri qrafikə güvənib, analizlərə güvənirsənsə, əməliyyat bu vaxtında açmalısan və bu əməliyyat inanın ki, sənə uğur qazandıracaq və əlbəttə ki, düzgün strategiyalardan istifadə edərək və disiplinli şəkildə ticarət edərək. Biz bu ticarət sayəsində uşaqlar çoxumuz bu qaydada itiririk, hansı ki, emosiyalarla ticarət edirik və bu emosiyalarla ticarət edərkən biz bildiyimiz disiplindən çıxırıq və disiplindən çıxarkən isə biz çox itki ilə qarşılaşırıq. Hətta elə olur ki, balansımızı belə itirə bilirik və bu gəlib çıxır balansı idarə edə bilməməyə və balansı idarə edə bilməyən şəxs isə ticarətçi ola bilməz. Yəni sən ticarət edərsən, düşünərsən ki, sən ticarətçisən, yox, sən ticarətçi deyilsən. Təəssüf ki, bu işdə texniki analiz, qrafik üzərinə analiz, data analiz olsun, fərqi yox. Xəbərlərlə əməliyyat atırsan, nə ilə əməliyyat atırsan, heç bir fərqi yox. Balans idarə etməyin disiplinin güclü deyilsə, sən itirəcəksən. Çünki adi, sadə bir şey deyim sizə. Biz balans idarə edərkən bizim əlimizdə olan balansı qoruyub saxlaya bilməyimiz mütləq dərəcədə şərtdir və sən bir ay içərisində bunun üzərinə 10% də qazanc əldə etsən, 50% də qazanc əldə etsən, 20% də qazanc əldə etsən, o demək ki, sən nəsə bacarırsan. Yəni balansı itirməmək şərti ilə əlbəttə ki. Və ən əsası da uşaqlar, biz balansımızı düzgün idarə etməliyik. Girdiyimiz əməliyyatların sayısı içərisində 10 əməliyyata belə girmişiksə, bunun 4-ü uğurlu, 6-sı uğursuz olsa belə biz profit götürə bilərik. Necə götürə bilərik? Bunu əlbəttə ki, balans idarə etməklə götürə bilərik. İnsanlar var, fix ticarət edir, fix ilə qazanır. İnsan var, martingeydən istifadə edir, qazanır. İnsanlar da var,
çox riskə girməmək üçün anti-martingerlə istifadə edir. Ona görə mənim sizə tövsiyəm inşallah düzgün şəkildə bir strategiya seçirsiniz, düzgün şəkildə balans idarə etməsini təkmilləşdirirsiniz və ona sadiq qalırsınız. Bir cəm halında bir strategiya yaradırsınız. Bu strategiya daxildir qrafik üzərindən düzgün şəkildə analiz və bu analizə hər zaman sadiq qalmaq lazımdır. Hansı ki, sən texniki analizin sənə deyək ki, qırılmadan ancaq əməliyyat açmağı göstərirsə, sən qırılmadan vurub qazanırsansa, ancaq qırılmadan əməliyyat açmalısan, bu bir. İkinci növbədə strategiyanın içərisində olmalıdır sənin disiplinin və emosiyalarına ticarət etməmək. Bu disiplindən kənara çıxmırsan və bunu saxlayırsan. Üçüncü növbədə isə balans idarə etməsi. Cəm halında sən özün üçün bir balans idarə etməsi seçməlisən və o balans idarə etməsi sənin balansını qoruyub saxlayır və əlavə olaraq üzərinə qazanc əldə edirsən. Bunu bu şəkildə qoruyub saxlayırsan və cəm halında bir strategiya uyğunlaşdırırsan, hansı ki, o strategiyanın içərisinə texniki analizlərin keçir, disiplini keçir və balans idarə edir. Və sən bu strategiyanın heç bir zaman itkilini qarşılaşmazsan. Ona görə düzgün şəkildə qrafik analizi, düzgün şəkildə disiplinli şəkildə və əlbəttə ki, buna daxildir balans idarə etmə. Ona görə inşallah nə edirik? Səbirli şəkildə platformadan qorxmayaraq ticarət edirik. Hər zaman da yüksək frekansiya qalırıq, yüksək motivasiya və bu ticarətdə hər birinizə bol uğur arzu edirəm. Allah amanda, özünə müğayət olun, sağlam olun, sağlam qalın əsasda.